Salam əziz tarixsevərlər, mövzumuz Qərbi Hun İmparatorluğu. Qərbi Hunlar ön Asiyada Sakit Okean sahillərində məskunlaşmışdılar və bura Azərbaycan ərazisi də daxildir. Eradan əvvəl 2-ci minillikdə də Hunların adlarına Çin mənbələrində rast gəlinmişdir. Xalqların böyük köçü dövrü. Xalqların böyük köçü 4-7-ci əsrləri əhatə edir və burada iştirak edən xalqlar var idi. Hun, Alanqot, Slavyan xalqları idi. Qərbi Hun dövlətinin yaranmasına keçək. Qərbi Hunların ilk başçısı Tanrı xan idi. 374-cü ildə də Qərbi Hun dövlətinin yaradıcısı Balamir xan oldu. 4-cü əsrin 70-ci illərində də Balamir xan Ostqot krallığını məğlub etdilər birlikdə qoşunları. Daha sonra Avropa Hun dövlətinin ilk hökmdarı Balamir xan oldu. 434-cü ildə də hakimiyyətə Attila ilə qardaşı Bileda gəlir. 445-dən də Attila tək hakim olmağa başlayır. Və Attilanın hakimiyyəti illərində də dövlətin qüdrəti daha da artır. Və Avropanın xeyli hissəsi də Qərbi Hun dövlətinin tərkibinə qatılır. Attilanın Bizansa yürüşü var. 434-cü ildə Attila Bizansa yürüş edir və sülh müqaviləsi bağlayırlar. Ticarət əlaqələri tənzimləndi Hunlarla Bizans arasında. Attila da Bizansı illik xərac ödəməyə məcbur etmişdi. Və Bizans imparatoru da bu sülhlə dayanmadı. Bizans imparatoru başladı Hunları zəiflətməyə, onlara tabe olan xalqlara hədiyyə verib öz tərəfinə çəkməyə çalışırdı. Lakin Attila Bizansın paytaxtı olan Konstantinopola hücum elədi. Yəni ora qədər gedib çıxdı. Lakin çətin vəziyyətdə olan Bizans imparatoru da 447-ci ildə Attila ilə danışıqlara başlayıb yenidən müqavilə bağladılar və böyük məbləğdə illik bac verməyə razılaşmışdı. Attila'nın Qərbi Romaya yürüşü var. Bizansdan sonra Attila Qərbi Romaya yürüş elədi və Fransaya hərbi səfər təşkil edib Burqundiyanı ələ keçirib Fransanın Orlean şəhərinə qatdı. 451-ci ildə də Katalon döyüşü oldu. Bu zamanda Aytsin ilə, yəni Aytsin Roma ordusuna başçılıq edirdi. Attila'nın ordusu qarşılaşdı və döyüş baş verdi. Katalon döyüşünün nəticəsində də hər iki tərəf döyüşçülərin həlak olduğu minlərlə döyüşçü və tərəflərdən heç biri qalib gələ bilmədi, heç-heçə qaldı. Gecə ikən də Roma ordusu geri çəkildi. Daha sonra 452-ci ildə də Attila Qərbi Roma imperiyasının bir sıra ərazilərini ələ keçirdi və xeyli qənimət əldə etdi. Daha sonra Katalon döyüşündən sonra da Qotlar Roma tərəfindən vuruşurdu deyə Attila Qotları cəzalandırmışdı. Və Hunlar Roma şəhərinə qədər irəlilədi. Roma papasının xahişi, yalvarışlarını nəzərə alıb Roma şəhərini tutmadı, lakin Roma üzərində üstünlük qazandı. Qərbi Roma səfərindən sonra da 453-cü ildə Attila Sasanilər üzərinə yürüşə hazırlaşarkən vəfat etdi. Yəni Attila hara getmək istəyəndə vəfat etmişdi, Sasanilər üzərinə yürüş edərkən. Attila vəfat edəndən sonra da Qotlar, digər xalqlar üsyan qaldırdılar. Attiladan sonra da hakimiyyətə kiçik böyük oğlu gəldi və qiyam qaldırmış tayfalar olan Alman tayfaları ilə döyüşdə öldü. 470-ci ildə də Hun dövləti süqut etdi. Və Attilanın kiçik oğlu da Macaristanda yeni dövlət yaratdı. Kiçik oğlu Cabaxan idi. Cabaxanın Macaristanın paytaxtı olan Budapeştdə heykəli ucaldılmışdı. Növbəti mövzumuz Ağ-Hun İmparatorluğu. 4-cü əsrin ikinci yarısında Hunlar Ağ-Hun dövlətini yaratdılar. 5-ci əsrdə də Ağ-Hun dövləti hakimiyyətə gələn Eftal xanın adı ilə Eftalilər dövləti kimi də tanınmışdı və paytaxtı Sakala şəhəri idi. Ağsuvar xanın hakimiyyət dövrü. Ağsuvar xan 430-cu ildə hakimiyyətə gəlir və Ağsuvar xan bir qayda olaraq yadınızda saxlayın ki, Sasanilərlə vuruşmuşdu. Ağhunlar Sasanilərə qarşı müharibələr aparıb, 5-ci əsrin ortalarında Türkistana, İran yaylasının şərqinə hakim oldular. 484-cü ildə də Mərv yolu üzərində Heratı tabe etmişdilər. Ağsuvar xan da Sasani şahı olan Firuza taxta çıxmaqda köməklik etmişdi. Ağhunlar müharibəyə başlayır və müharibə zamanı da Sasanilərlə müharibəyə başlayır. Ağsuvar xan Turan taktikasından istifadə edib Firuz şaha qalib gəlmişdi.
Firuzdan sonra hakimiyyətə oğlu 1-ci Qubad gəlmişdi və o zaman da Məzdəkilər hərəkatı baş vermişdi Azərbaycanda və bu zamanda Məzdəkilər hərəkatı nəticəsində ölkədən qovulmuşdu deyə Axın hökmdarına sığınmışdı Axsuvar xana. Axsuvar xan neynir? Öz qızını 1-ci Qubada ərə verir və Məzdəkilər hərəkatını yatırmaqda da 1-ci Qubada kömək etmişdi. 1-ci Qubaddan sonra da Xosrov Əşirəvan gəlir və anası Axın hökmdarının qızı idi. Mihrəqulu xan da 6-cı əsrin 1-ci yarısında hakimiyyətdə olmuşdu və Axsuvar xanın dövründə dövlətin qüdrəti daha da artmışdı. Axunlar yaxşı nizami orduya malik idilər və 700-dən çox döyüş fili var idi. Və Mihrəqulu xan da yadınızda saxlayın ki, ancaq Hindistanlılarla vuruşub, yəni daha çox Hindistanlılarla vuruşub, yadınızda da elə saxlayın. Axunlar Hindistan üzərinə yürüşlər edir və bütün şimal-qərbi Hindistan işğalını başa çatdırılır. Axın imperatoru zəifləməyə başlayır və 567-ci ildə də Göytürk Sasani dövlətləri birləşir, Axın dövlətinin süquta uğradır və torpaqlar da Göytürk Sasani dövlətləri arasında bölüşdürülür. Növbəti mövzumuz Teymurlər dövləti. 1370-1507-ci illəri əhatə edir. 1336-cı ildə Teymur Türkistan Keş əyalətində dünyaya gəlmişdi və Barlas nəslindən idi. Atası Tarqay bu əyalətin idarəçilərindən biri idi. Və Teymur döyüşlərin birində yaralanmışdı. Bundan sonra ayağına yaralandığı üçün də Teymurlər Topal Teymur adı ilə adlandırılmışdı. Teymur gəncliyində hərb işini öyrənmək üçün Səmərqənd Bəlx hakimi Əmir Qazanın yanında xidmətə başlamışdı. Onun düşməni məğlub etməsində böyük xidmətlər göstərmişdi və buna görə də Əmir Qazan bu uğurlarına görə mükafatlandırmışdı. Əmir Qazanın oğlu, Əmir Qazan vəfat eləyəndən sonra oğlu Əmir Hüseyn də Teymurun bazarından istifadə edib onunla ittifaqa girmişdi və 1365-ci ildə də Teymurla Əmir Hüseyn birləşib Mavərə Nəhrə Toğluq Teymur üzərinə hücum etmişdi və bu hücumda da məğlub oldular. Hücum etsələr də məğlub olmuşdu və bu zamanda İranda, Mərkəzi Asiyada Sərbədarilər üsyanı qalxmışdı. Sərbədarilər üsyanı neçənci illəri əhatə edir? 1365-1366-cı illərdə və bu üsyan nə üçün idi? Monqol zülmünə qarşı idi və sənətkarlardan ibarət iştirakçıları var idi. İranda, Mərkəzi Asiyada geniş yayılmışdı. Və üsyançılar Monqolları Səmərqəddən qovmuşdu. Daha sonra da şəhər hücumu zamanında Cağatay hakimi küçə döyüşlərində məğlub etmişdi. Bütün hakimiyyətlərində Mavərə Nəhrə yaydılar. Əmir Hüseyn Teymur 1366-cı ildə Sərbədarilər üsyanı yatırmışdı. Teymurlər dövlətinin yaranmasına keçək. Demək, bu Sərbədarilər üsyanından sonra Əmir Hüseyn ilə Teymur arasında tək başına hakim olmaq istəyi başladı və bunlar arasında mübarizəyə başladı. 1370-ci ildə də Teymur qələbə qazanıb Teymurlər dövlətinin əsasını qoymuşdu. Və Çingiz xan soyundan olmadığı üçün Teymur yalnız fətihlərdən sonra Turan adlandırmışdı dövlətin və özünü də Turan sultanı elan etmişdi. Əmir Teymurun hakimiyyət illəri 1370-1405-ci illəri əhatə edir. Əmir Teymur dövlət yarandıqdan sonra əsas məqsədi güclü dövlət yaratmaq idi. Daha sonra 14-cü əsrin 70-ci illərində bütün Mərkəzi Asiyanı ələ keçirir, lakin Xarəzm qalır. Xarəzmi də 14-cü əsrin sonlarında ələ keçirir. Sonra diqqətini İrana yönəldir. 3 illik yürüyüşü var Əmir Teymurun. 1385-1388-ci illəri əhatə edir. Hələb, Dəməşq şəhərlərini ələ keçirir. Cənubi Qafqaz, İran, Ərəb İraqın fəth eləyir. Bir çox Anadolu hakimlərinin də hakimiyyətini qəbul etdirir. Əmir Teymur Toxtamış xanın Qızıl Ordu hakimiyyətə gəlməsinə kömək etmişdi. Lakin Qafqazın, Qazaxıstanın bir hissəsinin Teymura tabe edilməsi Toxtamışı narazılıq eləmişdi. Toxtamış xan da iddia eləmişdi ki, Çingiz xan vəsiyyətinə görə Qızıl Orduya çatmalı idi bu ərazilər. Daha sonra 1395-ci ildə də Terek çay sahilində döyüş olur. Əmir Teymur Toxtamışı məğlub edir. Və Əmir Teymur da Qızıl Ordunun paytaxtı Saray Bərkəni tutub dağıdır. Qızıl Ordu dövləti bir daha özünə gələ bilmir, parçalanmaya başlayır. Bu zamanda Qızıl Ordu dövlətinin tərkibində Moskva knyazlığı idi. Moskva knyazlığı da yəni asılılıqdan çıxma şəraiti yaranır.
Daha sonra Əmir Teymur Moskvaya yönəlir. Lakin də Mərkəzi Asiyada qarışıqlıqlar baş verir. Buna görə də dönməyə məcbur olur. 1398-ci ildə də Hindistana yürüş edir və Hindistana kimlər yürüş edib, neçənci ildə yürüş edib, siz yorumlarda qeyd edərsiniz. Və Hindistana yürüş etməkdə məqsədi də Hindistanın zəngin sərvətlərini ələ keçirməkdir. Daha sonra Əmir Teymur Hindistana yürüyüşü nəticəsində də Hindistanı işğal edir, sərvətlərini ələ keçirir, Delhi Sultanlığında tabe edir. Hindistan səfərindən sonra Əmir Teymur Osmanlı dövlətinə hücum edir. Hücumunun da səbəbi var idi ki, demək, Əmir Teymur 14-cü əsr sonlarında Qaraqoyunlu Qara Üsyan Cəlali Sultan Əhmədi məğlub edəndə onlar gedib Osmanlı Sultanı İldırım Bəyazıda sığınmışdılar və ona qarşı vuruşmaqda kömək istəmişdi. Yadınızdadırsa, bu döyüş 1394-cü ildə Bağdad döyüşü nəticəsində baş vermişdi, yəni o döyüş idi. Həm də ki, Əmir Teymur ön Asiyanın mühüm ticarət mərkəzlərinə sahib olmaq istəyirdi. Bu zamanda Osmanlı əsas diqqətini Konstantinopolun fəthinə yönəltmişdi. Lakin Teymurun nəzarəti altına keçməsi ticarət məntəqələrinin narahatlığa səbəb olmuşdu. Və 1402-ci ildə Ankara döyüşü olur. Bu zamanda Əmir Teymur Osmanlıları məğlub edir. Hindistana gətirdiyi döyüş fillərindən istifadə edərək qələbə çalmışdı. Və yadınızda saxlayın ki, bu Osmanlı Sultanı axı Konstantinopolun fəthinə yönəlmişdi. 51 il gecikdirmişdi Ankara döyüşü Konstantinopolun fəthin. Və qeyd edərsiniz ki, Konstantinopolun fəthi neçənci ildə olmuşdu. Daha sonra Osmanlılarla müharibəsi bitdikdən sonra da Osmanlı səfərindən qayıdan Teymur Çinə yürüşə hazırlaşırdı, lakin 1405-ci ildə vəfat elədi. Və qeyd edim ki, siz də yorumlarda qeyd edərsiniz, 1405-ci ildə vəfat eləyəndə kimlər azadlıq əldə etmişdi Qaraqoyunludan? Yəni hələ Qaraqoyunlu dövlət deyildi. Əmir Teymurun daxili siyasətinə keçək. Əmir Teymur Çingiz xandan fərqli olaraq iqtisadi məsələlər də güdürdü. Daha çox ələ keçirdiyi ölkələrdən sənətkarlar gətirirdi. Ticarət yollarına, Asiyadan Avropaya gedən ticarət yollarına da nəzarəti əldə saxlayırdı. Sonra güc yolu ilə yaradılan bu Teymuri dövlətin tərkibində də müxtəlif dildə yaşayan xalqlar var idi. Onları tarixdə saxlamaq üçün də, dövləti qorumaq üçün də Teymurun qanunları adlanan qanunlar toplusu yaradılmışdı. Bunu da yadınızda saxlayın. Yorumlarda yenə qeyd edərsiniz ki, qanunlar toplusu, qanunnaməsi, böyük yasası olan hökmdarlar kimlər olmuşdu? Əmir Teymur da Çingiz xan kimi ölkənin inzibati cəhətdən uluslara bölmüşdü. Ulusları da valilər idarə edirdi. Valilərin səlahiyyətlərinə də müəyyən əsgər toplayaraq dövlət vermək, vergilərin yığılmasına, mükəlləfiyyətlərin icrasına nəzarət etmək idi. Və paytaxtı Səmərqənd də İslam dünyasının mədəniyyət mərkəzinə çevrilməyə çalışırdı. Teymurdan sonra hakimiyyətə Şahrux gəlmişdi 1409-cu ildə və hakimiyyət uğrunda mübarizədə Şahrux qalib gəlib hakimiyyətə gəldi. Paytaxtı da Səmərqənddən Herat şəhərinə köçürmüşdü. Dövlətin əvvəlki qüdrətini canlandırdı. Teymurla intifahı ən yüksək zirvəyə çatmışdı Şahruxun dövründə. Səmərqənd, Herat şəhərləri də dünyanın mədəniyyət mərkəzlərindən birinə çevrilmişdi. Qaraqoyunlu dövlətini asılı vəziyyətə saldı və qeyd edirsiniz ki, neçənci ildə salmışdı, hökmdarı kim idi? Qeyd edərsiniz, Osmanlı Qızıl Ordu dövlətləri ilə də normal münasibətlər qurmuşdu. Lakin Əmir Teymurdan fərqi var idi ki, tutduğu ərazilərdə qoşun saxlamırdı. Sonra Uluqbəy gəlir hakimiyyətə. Uluqbəy hökmdar olmaqla yanaşı astronom idi. Osmanlı dövləti ilə mədəni əlaqələr qurmuşdu. Mədəni həyata daha çox fikir vermişdi. Siyasi bacarığı zəif idi, yəni döyüşlərə o qədər də getmədiyi üçün hakimiyyətdə qala bilməmişdi. Sonra Mərkəzi Asiyada Şeybani xanlığı Teymurlər dövlətinin daxili çəkmələrindən istifadə edib Səmərqənd, Buxara şəhərlərini ələ keçirdi. Və Şeybanilər işğalları nəticəsində də Teymurlərdə yalnız ərazisi Xorasanla məhdudlaşmışdı. Sonra Əbu Səid gəlir 1451-ci ildə hakimiyyətə. Əbu Səid Qaraqoyunlu Cahanşahla əlaqələr qurmuşdu. Həsən Padşahla da müharibə aparmışdı. Və Həsən Padşah da Muğan ətrafında Əbu Səidi məğlub etmişdi. Və qeyd edin görüm, Həsən Padşahın müttəfiqi kim idi bu döyüşdə?
Daha sonra Hüseyn Bayqara gəlir hakimiyyətə 1470-ci ildə. Sonuncu güclü hökmdar idi və bunun dövründə Teymurlərin qüdrəti, nüfuzu artmışdı. Hüseyn Bayqara vəfat edəndən sonra Şeybanilər dövləti Teymurilərə qarşı mübarizəni gücləndirir. 1507-ci ildə də Teymurilər dövlətinin varlığına son qoyur. Xorasan və Teymurlərin son sığınacağı olan Heratı ələ keçirir. 1507-ci ildə Teymurilər dövlətinin varlığına son qoyuldu. 16-cı əsrdə süqut edən dövlətlər var. Ağqoyunlu, Dehli Sultanlığı, Qızılordu, Teymurlər, Şirvanşahlar və bunların illərini də bir-bir yorumlara qeyd edərsiniz.